Salam dostlar, necəsiz? Ümidvaram ki, həmişə yaxşı və pullu olasınız. Bu gün həm gəlmişik bomba bir video ilə Peyam qardaşımızın 3-cü albomu, yəni Meşə albomu çıxıbdı. Gəlmişik ona bu gün react vuraq. Əlbəttə react vurmaq mənim işim deyil, rəşəttimdə də deyil, mənim işim gameidir. Bəli dedim, xop, biz açıq türkü dilində YouTuberəm, niyə react vurmum? Ümidvaram xoşunuza gələr, xoşunuza gəlsə like, comment, subscribe yazdan çıxmasın. Bir də çalışımız var, bir kolonda Mərətdən Təbrizə 60 km piyada gedəcəyəm və sizə video çıxaldacağam. Çox söyürəm sizi eğləncədəx game videomuza. Dostlar, indi başlayaq. Canavar adlı əvvəlimizin ahəngimiz ilə Meşə albomundan. Elə əvvəldə bir coverini görürsünüz ki, qutlar dolubdu burada. Neçə dənə qut var coverdə. Cəngəlin içindədir. Cəngəldə də meşə ağaçları var. Cover gözəldir. Biti də qəşəhdir. Bitin kim vurur, ona tez bir baxaq indi aşağıdan. Hətmən tək eləyərlər. Musiqi Daniel Əzimi. Coveri də bu ağa vurubdu, indi də adı elə qəş oxuyamıram. Esvizendir fikirəm. Oxunsa özürdür. Coveri bu da daşımızındır. Bit də Daniel Əzimindir. Biti də doğuşdan gözəldir. Biraz sünnət halətində, sünnəti musiqilə işlənib içində. Qurdun səsi gəldi. Gələk-gələrdi yəni, çünki burada qurdu görürsünüz, coverdə əksi var. Ahəngi dolmağı da çox gözəldir mənim nəzərimə. Qurdun mən sizə ulamağını bəlkə istəyirəm. Canavaram, qanılı caladaram. Belə bir istəyib bu ahəngidə bir yəz fəzad da eləsin, Peyam qardaşımız məlumdur. Amma hürə tək başıma uluyaram, le, qana qan barabaram, aslan deyirəm, amma alfa mənəm. Dey, aslan deyirəm, amma alfa mənəm. Dey, yəni siz aslanda olsaz, Cəngəlin şahıda olsaz, mən alfayam. Məni görər bu. Amma alfa mənəm, tənimdə ətləri, ruhu dəmirdənəm, elim yatar, məndə qəzəb yox. Buranlı qarlar, hökümdar, məndə rəhim yox. Deyir, buranın hökmranı, bu Cəngəlin hökmranı, ey şer, məndə rəhm yoxdur, mən bir alfayam. Bunlar hamısı şəbahət verib ha, bu sözləri mən özür götürürəm oradan ki, yəni bu mənim nəzərimdə. Şayad sizin nəzəriniz ayrı ola, mənim nəzərimə özün qop qurdun yenə, şeirdə bir ayrı şəxsidir, sözlən deyir. Mənim nəzərim özüdür. Zəfər nidasıyam mən, canavaram. Bağrıma ox salan adımın. Dark fəzadan çıxdıq. Kullən yəni fəza fərqli oldu. Vaqən çətin işdir ha bu. O adamlar ki ya musiqi ilə, bu oxumaqla, rap ola, ayrı ahəng ola işləyirlər, bilərlər bunu. Vaqən çətin işdir. Kullən fəza vəzləşdi. Qoncuq bir nəmən oldu. Biraz vuraq dalıya. Burasın dark idi. Bağrıma ox salan, adımı məndən alan, intiqam qoxusu. Deyib, bağrıma qoxu salan, adımı məndən almaq qorxusu. Yəni, bağrıma bir qorxu düşüb ki, adım məndən alına. İndi ad nə mənədir, mənzur. Bunların hamısı intiqam qorxusudur ki, düşüb mənim canıma deyir. Oyanır canavarın ordusu. Oyanır canavarın ordusu. Canavarın ordusu oyanır. Canavaram. Yurduma ayaq qoyanın ol, onunu qanadıram, hərəkətə keçirəm, qorxu ürəyində. Deyə canavaram, mənim yurduma ayaq qoyanı
Nə mənəydi orası biləsi yadına. Ayaq qoyanın ol, onunu qanadaram. Yurduma ayaq qoyanın holğumunu dağıdaram. Hərəkətə keçirəm, qorxu ürəyində. Gecənin canını alıram, meşənin kürəyində. Deyə qorxu düzdür ürəyimdədir, vəli hərəkətə keçirəm cinə. Meşənin kürəyində. Ayın qulağına özgürlüğüm uluyuram. Meydan oxuyuram, qaranlıqda deyilirəm. Vəhşi bilinirəm, cün hürmürəm uluyuram. Of. Deyək qaranlıqda meydan oxuram, amma vəhşi bilinirəm. Niyə? Üçün hürmürəm, fəqət danışmıram. Uluyuram, yəni əməl də eləyirəm. Çox gözəl idi, vaqəən çox gözəl idi. Meydan oxuyuram, qaranlıqda deyilirəm. Vəhşi bilinirəm, cün hürmürəm uluyuram. Bağrıma ox salan, adımı məndən alan. Burada şiir geçdi karesə. İntiqam qoxusu, oyanır canavarın ordusu. Oyanır canavarın ordusu. Bu ahəng də burada qutulur. 2 dəqiqə 29 saniyədir. Vaqəən gözəl idi, qısa amma məfhumlu bir ahəng idi. Mənim nəzərimə dedim, bu özün qoyubdu. Qurdun ünvanında danışır və bir dənə şeirə deyir sözlərin. Mənim nəzərimə yəni burada hamımızın sözlərini deyir. Çox gözəl ahəng idi, vaqəən söydüm. Əvvəlimcə ahəng bu cürdür. Cəbbəcət nə mən olacaq, bu da bilmirəm. Əlbəttə bu da deyim, əgər copyright yesaq, Pəyam qardaşımıza desək götürsə copyrighti idaməsi gələcək. Üstədən copyright yeməsək idaməsi gələcək. Vəli copyright yesaq, görürsəm ki, kanal xətərə düşür, idaməsi olmayacaq bu videonun. Pəs gəlin, dua eləyək ki, copyright yeməyək. Mən vaqəən söydüm. Sizin də nəzərlərinizi gözləyirəm. Həttəmən kommentlərdə qoyun. Ahəngin də 10 saniyəsi fikrim bücürdü. Gedək o pis ahəngə. İkimiz ahəngə. Hər videoda 2 ahəngə istəyirəm react vuram. 8 dənə ahəngidir. 4 dənə video olacaq. Bəli, bizə yaraşmır bax. Məsələn 2600, 1400, 771. Bizə bunlar yaraşmır dostlar. Yəni hamılığın YouTube-dan, Spotify-dan baxaq. Ta bunlar getsin yuxarıya. Yəni himayət olunsun. Düzdür bir gündə az deyil bu ədəd. Bəli, dəstək olaq da. YouTube-dan həttəmən baxın. Elə fərqi yox ki, maşında da istəyirsiniz qulaq asız, açın YouTube-da. Vurun. Telegramda filtrdir bu da. Vurun. Giyin qulaq asın. İkinci ahəngə gəldik. Bəbir adında. Coverdə görürük ki, bir dənə bəbir, bir dənə ov balası tutubdi. Ov balasını niyə tutub? Coverin məfhumu qocuq ahəngdə bilinəcək, yox. Niyə ov yekə ov tutub bu, bala tutub? Baxaq. Biti biraz narahat bitdi. Oradan ki mən eşidirəm. Adımdı bəbir, oldu məndə səbir. Ölümün gəlib axtarsam qəbir mən varam. Buralar inanmıram bir söz deməyə lazım ola. Deyə adım bəbir deyir, day səbrim dolub deyir, sən ölüm vaxtın gəlir. Kimə deyir? Qulaq asaq. Eldaram, çıx önümə bastıraram özümdə. Yoxdur xır gözümdə. Mənlə gedək gəzək bugün. Həyatımı örgən, qorxuludur kölgəm. Həyatımı örgən, qorxuludur kölgəm. Mənim nəzərimə deyir ki, bunların hamısı felbedaha gəl zehnimə, şahid iştibah eləyə biləm. Bunlar mənim nəzərimdir axırında. Mənim nəzərimə bu deyir ki, Tabi Nəfənzin indicanlığında dəyəsiz, onun şey eləmin də, mənzur, özü qonun yenə sonra. Mənim kölgəm hətta qoxmalıdır.
Meşələr qarınc axtarıram, sonda tapıram ala gözlü bir maral. Ağ budlu dört məməli daşı kamandı, qanıdı bunun halal. Xıxıram yerdə, fürsət axtarıram, olmasın bu haram. Yoxdur param, insan oğlu davranam mən eyninə. Rəşrələni istov eləyirəm, yəni istəmirəm istov eləyəm bu hünəri, vəli gələk nəzərlərimi də deyəm. Biz xulası oturmuş burada riyaş vuraq, istəsək qulaq asaq ki, da hamı özü eləyə bilər qulaq asın. Mən niyə buradayam? Bir şey də qulaq asaq burasına. Mən o qəd ahənginə hal elədim, da hit vurmaya başladım. Biləsə bir fikir verə. Meşələr qarınc axtarıram, sonda tapıram ala gözlü bir maral. Ağ budlu dört məməli daşı kamandı, qanıdı bunun halal. Xıxıram yerdə, fürsət axtarıram, olmasın bu haram. Deyə axtarıram meşələrin arasında bir dənə maral. Kaverdə şüsüz. Halaldır bunun qanı mənə. Vəli istəmirəm haram olsun. Mənsuru nə mənədir? Yoxdur param, insan oğlu davranam mən eyninə. Baxmaralım moruna, dərsidir da rəyninə. Dursudur bu şəyninə, mən də axıb bəbirəm rəhmət. İndi bildim. İndi bildim mənzurunu. Maral burada o pullu və xəzoxildir mənim nəzərim. O xəzlər, pullular yox. O xəzoxil pullular. Mənim nəzərim onlar deyib. Bəbri də burada həmən Kaplan məsələn o şərəfli və alı pulsuz insandır. Mən onu bildim buracan. Qulaq asaq. Məzidi və dəmirəm, bəbirəm, gəmirəm, bəbirəm, gəmirəm, gəlirəm. Qulluğuna toplayıb var gücümü. Ağaday bundan gözəl vac arayı olunur. Nə mən olunur bilmirəm. Bundan gözəl. Mənim nəzəm valla fədaidən çox gözəl tər idi. Bir şey də qulaq asaq. Gəmirəm, bəbirəm, gəmirəm, gəlirəm. Qulluğuna toplayıb var gücümü. Cumuram mulğumuna. Leylər mələr, Keçdik karesə. göylər pənər. Uzğunlar pay güdər bəla ənər. Leylər mələr. Burada elə biraz Bakı Azərbaycan dili elə biraz deyil. Yox mən bilmədim burası. Düşünəmirəm kəlmələri. Göylər pənər, uzğunlar pay güdər bəla ənər. Doğuşdan düşünəməm dostlar. Çox üzr istəyirəm vaqən. Kəlmələri ayırt edəmədim. O qaçır ölümdən, mən ölümdən. Bura qədərdir bəxti, amma yeyilməlidir zülümdən. Deyə o qaçır ölümdən, mən qaçıram göylümdən. Ya bir pullu dünyada nə mənədən qorxar? Ölümdən qorxar. Bir kasıb nə mənədən qorxar? O zat ki göylüstüyü ona yetişəməz. Çox gözəl, mənalı. Güdər bəla ənər. O qaçır ölümdən, mən ölümdən. Bura qədərdir bəxti, amma yeyilməlidir zülümdən. Təpilir dırnağım, güclüdür bu parmağım. Təpilir dırnağım, güclüdür parmağım. Dırnaq parmaq nə mənadır? Baxaq görək biləcəyik qalanda. Didilir dərilər, çatıram yağına. Sağ dırnağım batır onun sol gözünün ağına. Dünyada qalmağına dartınır, dua qılır. Gecdi amma köpək dişim bulğumuna batır. İndi burada biləsə zeynimə o vegetarianlar, veganlar gəldi çox narahatdırlar. Yəni süngəşə bir dırnağın batır ətinə, keçir yağına, bir yandan da batır gözünə. Amma bunlar bücür qulaq asıb keçməli sözlərdə. Məlumdur ki, yenə burada qoyub özün bir bəbri yerinə onun dili ilə danışır. Ki, bildik, bəbri nə mənadır? Pullu insan, şərəfli kasıb insan. Ov nə mənadır? Bir dənə pullu xəzoxil. Bir şey də qulaq asaq. Didilir dərilər, çatıram yağına. Sağ dırnağım batır onun sol gözünün ağına. Dünyada qalmağına dartınır, dua qılır. Gecdi amma köpək dişim bulğumuna batır. Dua oxuyur.
bütün işlər görür. Vəliday bir vaxtı getməlisən. İndi burada mən bu şəkkə düşdüm ki, şayət Bəbr bir dənə şərafətdir, kasıb deyil, şayət ölümdür. Şayət Bəbr ölümdür, ölümün dili ilə danışır burada Peyğəmbər daşımız və ov da insandır. Bunu bir baxacağıq. Bu dadda tam da elə bir layıqsı yatır. Meşəni götürür bütün maralını ağır avazı. Bağırır, görəsən kimi çağırır. Axılır Deyə bu meşəlığı, bu cəngəllikdə bu ovun bütün səsi, o ağlamaq, cığırmaq səsi yayılır bütün orada. Görəsən kimi çağırır? Baxaq görək kimi çağırır. Nə mənadır sözü ovun? O zəlil insanın sözü nə mənadır? Qoxusundan suyum dil dodağımdan balalı bir qarın tapıldı yarım mənə ox batırır yanımda insanoğlu kötü günü unudub rəhmə gəlib yaş axıdır. Oho, insanoğlu da girdi dastanımıza. Bir dənə üçüncü şəxs də gəldi. Birazdan iki şəxsin gözündən baxırdıq. Baxaq bir şeydə qulaq asaq ora. Sən kimi çağırır, axılır ət qoxusundan suyum dil dodağımdan balalı bir qarın tapıldı yarım mənə ox batırır yanımda insanoğlu kötü günü unudub rəhmə gəlib yaş axıdır. Ənənələri qoy qırağa, adətləri qır mənlə bitkə vur insanoğlu mənlə bitkə vur. Deyə bir dənə insan gəldi, ox vurdu mənə. Vəli insanoğlu, adətləri qoy qırağa, yəni fəqət özünə istəmə hər nə mənəni. Mən bunu tutmuşam və ki, bahəmlikdə bunu yiyək. Bəbr deyir bu sözlər insana. İndi burada mövzu nə mənadır, nə məniyə işarə eləyir? Özünüz bildiniz də, bəyəxlam dedim. Hər bir sözüdəki deyil, axırında o sözə mərbut bir dənə sound effekt gəlir. Kim orada deyil, yerlər, mələr. Gördünüz ki, bir dənə ovun mələmaq səsi gəldi. Göylər, bilmədim, vaqən o kəlməni düşünəmirəm. Amma ildırım səsi gəldi. Yəni, bu əslən göysədi ki, burada həm bitsaz, həm miksoməstər eləyən qudrətin göysədi. Peyğəmbər qardaşımız, yəni, özü ki, bir osturə və fövqəladə bir rəp oxuyandı heç. Qəşəng də bir ekibi var. Uzunlar pay güdər bəla ənər. Axırı da elə keçən ahəngətay karesi ilə qutuldu. İndi musiqi biraz pəxş olacaq və aram-aram qutula. Bu da çox gözəl ahəng idi. Yəni mən 2 dənə ahənginə qulaq asdım meşədən. Vaqəən hal elədim. Həm çox sözləri ali idi, həm bitləri ali idi, sözü yox idi, coverlərin sözü yoxdu. Və türküdür dedim də, ona görə demirəm. Mən bu rəpə qulaq asmağa farsı rəpi ilə başlamışam, rusu da oxutmuşam, ingilisi də, almanı da, Türkiyə, İstanbulu oxutmuşam. Yəni Peyğəm qardaş bu işi yaradır, bu işi görür. Vaqən deyirəm. Dostlar, əgər xoşunuza gəldi bu react vurmağımdan mənim, həttəmən like, comment, subscribe yazdan çıxmasın. Məxsusən like çox mühümmidir. YouTube-da mühüm zət like-idir. Yəni baxırsınız aşağıdan da bir də like vurun və dedim, bir də çalışımız var ki, bika olsa əgər kanalımız inşallah. Buradan ta Təbrizədən, yəni Mərətdən Təbrizə 60 km yoldur, piyada gedəcəyik və sizə bir dənə qəşəng village yığacağıq. Çox sevinərəm ki, məndən himayət eləyəsiniz. O pisi videolarımı da baxasınız. Çox sevirəm sizi. Feylən. Peace.